Salam. Son illərdə beyin dumanı anlayışını çox tez-tez eşidirəm. Bəs niyə bu qədər gündəmə gəldi? Əslində, beyin dumanı uzun müddət evdə qaldığımız pandemiya dönəmindən sonra daha çox nəzərə çarpmağa başladı. Həmin dövrdə ağır virus infeksiyası keçirən bir çox insan sağaldıqdan sonra zehni funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyini bildirdi. Lakin bu gün bilirik ki, beyin dumanı təkcə infeksiyalardan sonra deyil, orqanizmdə bir çox xəstəliklər nəticəsində də yarana bilir. Məsələn, bir çox nevroloji xəstəliklərdə, tiroid vəzi xəstəliklərində, bəzi mineral və vitamin çatışmazlıqlarında insanın düşünmə və qavrama qabiliyyətini ciddi şəkildə zəiflədib, beyin dumanına səbəb ola bilər. Bundan başqa, müasir dövrdə ekran qarşısında çox uzun vaxt keçirmək də beyin dumanına səbəb ola bilər. Ona görə də, əgər özünüzü zehni olaraq aktiv hiss etmirsinizsə, vaxtında bir nevroloqa müraciət edib, lazım olan müayinə və analizləri etdirməniz tövsiyə olunur. Hər zaman sağlam olun, sizin nevroloq Dr. Jalə Qarayeva.